Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. Bakı Postası xəbər verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət rüsumu haqqında qanuna edilən dəyişiklikdə əksini tapıb. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 6-cı və dövlət rüsumu haqqında qanunun 26-cı maddələrində daşınmaz əmlaka, mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilib. Buraya aiddir. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrin çıxarışın texniki sənədlərin verilməsi, torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərc çəkmə işlərinin görülməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına, yüklənməyə dair dövlət reyestrindən arayışın verilməsi, ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər. Dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının müharibə ilə əlaqədar 20 yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur. Azad olmaq qeyd olunan kateqoriyalardan olan şəxslərin sosial müdafiəsinə yönəlib.